Etibarlı mənbələrdən kanalımıza İsmayıllı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Vidadi Rəhimov haqqında ilginc məlumatlar daxil olub. Məlumatda iddia olunur ki, Vidadi Rəhimov sözgedən dövlət müəssisəsində bir çox qanunsuzluqlara yol verib. Eyni zamanda o da qeyd olunur ki, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının direktor müavini işləyən Vüqar Əlizadə Rəhimov tərəfindən təzyiqlərlə üzləşdiyinə görə öz ərizəsi ilə işdən çıxıb və bundan sonra təbibə Mərkəzi Xəstəxanada baş verən negativlərlə bağlı müraciət edib. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq. Hörmətli Vüqar müəllim, 15 fevral 2023-cü il tarixində məni şəxsən qəbul etdikdən sonra əmrinizlə İsmayıllı rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktorunun inzibati məsələlər üzrə müavini təyin olunmuşam. Əvvəllər də xidmət sahəsində işlədiyim üçün bu vəzifəyə çox həvəslə gəlmişdim. Vidadi Rəhimov tərəfindən ilk dəfə bu iş mənə təklif edildikdə heç düşünmədən qəbul etdim və bu iş sayəsində həm öz doğma rayonumda, həm də illərdir işlədiyim xidmət sahəsində fəaliyyətimi davam etdirəcəkdim. İlk baxışdan tələbkar rəhbər təsiri bağışladığı üçün iş yerimi dəyişmə qərarına gəldim. Vəzifəyə təyin olunduqdan heç 15 gün keçməmiş direktor haqlı-haqsız məni danlamağa, aid olmayan işçilərin yanında irad tutmağa, üstümə qışqırmağa başladı. Direktoru uzun illərdir tanıdığım üçün yaşını və vəzifəsini nəzərə alaraq bir neçə dəfə kübar şəkildə iradımı bildirdim. Mənə tamamilə yad olan bir sahəyə yeni gəldiyimi, biraz zaman tanımasını xahiş etdim. Qısa müddət sonra ona və xəstəxananın fəaliyyətinə çox faydalı olacağımı söylədim. Dəfələrlə üz-üzə və telefon vasitəsilə dialoqumuzda ondan üstümə qışqırmamağı, iradını sakit və normal tərzdə bildirməyini, aid olmayan işçilərin yanında məni aşağılamamağı xahiş etdim. Bu davranışının mənim kollektiv içində nüfuzuma mənfi təsir etdiyini və işləmək, öyrənmək, faydalı olmaq həvəsimi öldürdüyünü bildirmişəm. Tabe işçini danlamaqla, təhqir etməklə, qışqırmaqla işin gedişinə təsir etməyin mümkünsüzlüyünü izah etməyə çalışmışam. Xəstəxanada tam bir xaos, özbaşınalıq hökm sürür. Hər həkimdən aylıq haqq toplanır. İcra edilən hər əməliyyatın rəhbərə çatası faizi var. İş yerləri tutduğum vəzifəyə görə 3000 manatdan başlayaraq hərraca çıxarılır. Satın alma prosesində qalib təşkilatdan rüşvət tələb olunur. Rəhimovun üzdə görülən uğurları sabun köpüyündən başqa bir şey deyildir. Hər şey idealdır. Mən çox tələbkaram görüntüsü yaradaraq direktor öz başınalıqlarını davam etdirməklə külli miqdarda pul qazanmaqdadır. Tələbkar haqqın tərəfdarı işgüzar Vidadi doktoru ilə 3 oğlunu da min bir fırıldaqla hərbi xidmətdən yayındırmış vətənpərvər Vidadi doktor arasında heç bir fərq yoxdur. Tibbi xidmət adı altında xəstəxanada şıdırğı alver gedir. Xəstəxananın mülkiyyəti əmlaki şəxsi maraqlar naminə istismar edilir. Xəstəxana barıt çəlləyinin üzərindədir deyə məlumatda qeyd olunur. Təbibə edilən müraciətdə o da bildirilir ki, rayon xəstəxanasının bacarıqlı, qabiliyyətli, nəfsi tox kreslosunu qorumaq üçün yox, insanlara həqiqətən də xidmət göstərmək istəyən bir rəhbərə ehtiyacı var. İrəli görüşlü, publik hüquqi şəxs fəlsəfəsini anlayan, kollektivlə işləməyi bacaran, yeni idarəetmə metodlarını mənimsəmiş, gəlirlilik nədir, rentabellilik necə təmin olunmalıdır anlayan, yeniliklərin tətbiqində, xəstəxananın inkişafında maraqlı olan bir rəhbərin gəlişi, inanın ki, hal-hazırda qapalı təcridxana dustaqlarını xatırladan işçilərin də fəaliyyətində ciddi dönüş yaradacaqdır. Maus əlində düzgün tuta bilməyən bir adamla isə bu mümkün deyil, deyə müraciətdə qeyd olunur. Eyni zamanda təbibə edilən müraciətdə o da iddia olunur ki, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Ağayevlə birgə hər ay hesaba yığılan pul komitənin sərəncamına verilən hissəsi direktorla sədr arasında görülməyən işlərə rəsmiləşdirilərək mənimsənilir. İllik və rüblik hesabat isə təqdim edilmir. Təmirinə 10.000 manat pul xərclənmiş UAZ markalı 31 AC 282 dövlət nömrə nişanlı avtomobil yararsız vəziyyətdə yağışın günün altında çürüyür. Təbibə edilən müraciətdə o da bildirilir ki, 9 fevral 2024-cü il tarixində Körpü Bina Tikinti şirkətinin fəhləsi Tovuz rayon sakini Həsənov Ceyhun yolda aparılan təmir işləri zamanı istehsalat qəzası nəticəsində xəsarət alıb. Amma şirkətin məsul işçisi ilə Vidadi Rəhimov arasında sövdələşmə əsasında xəsarət alan işçiyə direktorun təkidi ilə heç bir qeydiyyat aparılmadan ilkin yardım olunub və
nəticədə istehsalat qəzası ört-basdır edilməyə çalışılıb. Lakin vətəndaşın prokurorluğa müraciəti əsasında İsmayıllı rayon prokurorluğu tərəfindən araşdırma başlanılıb deyə müraciətdə qeyd olunur. İddialara görə müəssisədə öz vəzifə səlahiyyətlərini ştat üzrə deyil, direktorun maraqlarının təmin olunmasından sonra başqa şöbələrdə icra edən əməkdaşlar da var. Hətta adı olub özü işə gəlməyən işçilərin olduğu da iddia edilir. Bildirək ki, təbibə edilən müraciət qurum tərəfindən aktlaşdırılıb. Araşdırmalar zamanı o da məlum olub ki, 4 il ərzində xəstəxanadan 12 həkim, bir baş mühasib, bir inzibati işlər üzrə müavin işdən çıxarılıb. İşdən çıxarılanlardan biri də 25 il həkim stajı olan tibb üzrə fəlsəfə doktoru, 15 il tibb universitetində mama ginekologiya kafedrasında, 7 il Ağsu mərkəzi xəstəxanasında, daha sonra İsmayıllı mərkəzi xəstəxanasında çalışan Sevinç Əliyeva da var. Şəxsin xəbəri olmadan Əmək Məcəlləsinin 70C bəndi ilə işdən çıxarılıb. Hazırda Sevinç həkim məhkəməyə müraciət edib və iş mediasiya qurumu tərəfindən araşdırılır. Ümid edək ki, başda təbib rəhbərliyi olmaqla bütün qurumlar İsmayıllı rayon mərkəzi xəstəxanasında baş verdiyi iddia olunan məsələlərlə bağlı araşdırma aparıb problemin qanun çərçivəsində həllinə çalışacaqlar. Mövzu diqqətimizdədir.